Sure-i Bəqərə ayə 262 ta 64. Əuzu billah minəşşeytanirracim. Pənah aparıq Allaha dərgahdan qovulan şeytanın şərlərindən. Əlləzinə, o kəsləri ki, yunfiqunə infaq ilərlə əmvaləhum, öz malların fi səbilillah, Allah yolunda, sümmə sonra la yutbeunə, tabi olmazlar ma o ki ənfiqu infaq eliblər, mənnən minnət vurmaqlığa və la əzən və nə əziyyət eləməklığa, ləhum onlar üçün əcruhum, onların paydaşı, ində Rəbbihim pərvərdigarların yanında, və la xəvfun əleyhim, yoxdur qorxu onlar üçün, və la hum yəhzənun, və nə onlar üçün qüssə, qəvlun danışıqlığı, mərufən yaxşılıqla və məğfirətən ton və bağışlanmaqlıqla, xeyrun yaxşıdır min sədəqətin, sədəqə vermək ki, yətbəuha tabi olana, əzən əziyyət verməklığa, vəllahu və Allah qəniyyun həmid, qəniyyun həlim, qəni və səbr eləyəndir. Ya əyyühəl-ləzinə amenu, ey o kəsləri ki iman gətirmisiniz, la tubtilu, batıl eləməyin sədəqatikum, sədəqələrinizi bilmənni, minnət vurmaqlıqla və əza və əziyyət eləməklıqla, kəlləzi, o kəsin misali kimi ki, yunfiqu infaq elər maləhu, öz malının ria'ən-nas, cəmaətə göstərməklığa, və la yu'minnə, və iman gətirməyibdir billahi Allah üçün, vəl yevmil axir, və qiyamət gününə, fəməsəluhu, pəs onun misali kəməsəli, o kəsin o misali kimidir ki, səfvanı daş üstündə, əleyhi o daş üçün turabın topraq var, fəəsabəhu, pəs yetişə ona vabilun, sürətli yağış, fətərəkəhu, pəs boşluya o daşı səlda, lüt daş qala, toprağa gedə, la yəqdirunə, qadir olmazlar, əla şəyin bir şeyə, mimma o zatdan ki, kəsəbu, qazanıblar, vəllahu və Allah, la yəhdi, hidayət eləməz, qəvməl kafirin, kafir qovmləri, sədəqəllahul əliyyul əzim.